Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda dövlətin təhlükəsizliyi ilə məşğul olmalı olduğu halda nədən həmin qruplaşma ilə onun adı yanaşı çəkilir? Dövlət Təhlükəsizlik Xidmətinin Almaniyada nə işi var blogerlərə qarşı? Mən deyim sizə, çox gözəl suallar mənim xanım, təşəkkür edirəm. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təyin olunur və onlara sadiq şəxs təyin olunur hər zaman və ondan tələb olunur ki, Azərbaycanın dövlət təhlükəsizliyi ilə yox, yalnız İlham Əliyevin və onun ailəsinin təhlükəsizliyi ilə məşğul olun. Ona görə də İlham Əliyevin də bilirsiniz, dəfələrlə deyib ki, eləməyin mənə, eləməyim sizə. Belə bir misalı dəfələrlə lazım. Yəni, mənə sataşmayın, mən də sizə sataşmayım. Yəni, bunun təsəvvüründə, o belə deyək də, Vorzakon şeyidir, təsəvvür ki, mənə sataşsan, mən də sənə sataşaram. Burada prezident-vətəndaş münasibətləri deyil. Məsələn, prezidentdən, tutaq ki, ölkə rəhbərindən vətəndaş narazı ola bilər, vətəndaş sözünü deyə bilər. Əgər Azərbaycanda onun sözü, vətəndaşın sözü deməyə yeri yoxdursa, söz azadlığı yoxdursa, jurnalistlər həbsxanalarlarsa və insan haqlarına məşğul heç bir institut qalmıyorsa Azərbaycanda, o zaman vətəndaş məcbur ya sosial şəbəkələrdən, ya da xaricdə olan media vasitəsilə sözünü desin. Bunun da eləyən vətəndaşların həyatı hər zaman təhlükəyə düşür. Yəni, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın, dövlətin, daha doğrusu vəzifəsi odur ki, dövlətin təhlükəsizliyinin xidmətində dursun, amma İlham Əliyevin və onun ailəsinin təhlükəsizlik xidmətində durur. Bayaqlar mən bir şeyə baxıram. Görüm, əgər burada məndə olsa, mən onu göstərəcəm sizə. Deməli, çox dəhşət bir məsələdir ki, baxın, təkcə deməli, Azərbaycanda, baxın, mən istəyirəm bunu sizə göstərim. Diqqət edin. Allah başınıza vaxtaş salsın. Kimsə kesəcək. Bunu 1 dəqiqə, 2 dəqiqə, 5 dəqiqə tutun da bu. Yarım saatdır bu boyda. Bax, bu boyda. Kimsə kesəcək deyə. Bu boyda bir abırsızlıq eləmək olmaz. Bu boyda bir abırsızlıq eləmək olmaz. Bu insanlar yazıqdadır. Bu nədir? Ayvən sanım. Bu deməli, İlham Əliyev keçəndə yol bir bağlanır. Mehriban Əliyev keçəndə bir bağlanır. Alyona Əliyeva keçəndə bir bağlanır. Heydər Əliyev keçəndə bir bağlanır. Deməli, ondan sonra o qızlar keçəndə bir bağlanır. Yəni, kim keçirsə yolu, yəni bir yerdən başqa bir gündə 5 dəfə yollar bağlanır. Gündə təsəvvür edin, yollar 5 dəfə belə gəlində, 5 dəfə belə gəlində bağlansa, görün ölkənin vəziyyəti nə gündə. Ona görə Dövlət Təhlükəsizlik Xidməti bu işlərə məşğul olmalıdır. Amma vətəndaşların başına boyunları gətirirlər. Dövlət Təhlükəsizlik Xidmətinin özündən yolu insanlara ehtiyat edirlər. Onlardan qorxurlar. Məsələn, siz Avropadasınız, mən də Avropadayam. Bizim üçün hər hansı bir çətinlik yarananda, hətta tutaq ki, bir azanda eləyəndə, yolu tapmayanda nə edirik? O da götürüb polisə zəng edir ki, mən azmışam falan yerdəyəm, nə edə bilərəm? O da sənə yol göstərir, yəni onun vəzifəsidir. Və yaxud da ki, hər hansı bir, tutaq ki, velosipedlə gedən yıxılıbsan, birinci ağlına gələn kimdir, kimə zəng edəcəksən? Təcili yardımı və polisə. Yəni, polis səni qoruyan qüvvədir. Azərbaycanda isə səni qoruyacaq qüvvə yoxdur. Azərbaycan insanları bugün çarəsiz vəziyyətdədir. Azərbaycan insanın təhlükəsizliyini təmin edəcək elə bir qurum yoxdur. Nə polis var, nə Dövlət Təhlükəsizlik Xidməti var, nə tutaq təcili yardım var, nə başqa bir qurum var. Elə bir qurum yoxdur. Ona görə bu cəhətdən, bu cür məsələlərdə hər zaman Dövlət Təhlükəsizlik Xidmətinin adı hallanır. Teymur bəyin ehtimalı varmı? Nə üçün Almaniya? Ehtimal. Almaniya ola bilər Avropa ölkələrinin içərisində ən böyük ölkələrdən biridir. Həm də Azərbaycanlıların sayca çox olduğu ölkədir və biraz da ola bilər qanunlarında bununla bağlı çox sərtlik yoxdur. Məsələn, İsveçdə eləsələr, o həmən İsveçin SEPO deyirlər, Secret Police. O polis məlumat alsa, o dəqiqə həmən yeri bağlayarlar burada, yəni qoymazlar. Çünki dövlətin təhlükəsizliyi ilə bağlı hər şey deyirlər. Dövlət də kimdir? Dövlət də vətəndaşdır. Vətəndaş dövlət sarıdır. Çünki dövləti quran kimdir? Vətəndaşdır. Bizdə dövlət İlham Əliyev sarı, onun ailəsi sarı, burada isə vətəndaş sarı. Ona görə ola bilər orada qanunlarda hər hansı zəiflik var. Amma hər halda o müraciətlər olmalıdır. Məsələn, 90 milyona yaxın əhalisi var. Böyük əraziyə malikdir. Ola bilsin o bir kriteriyadır. Sonra dediyim kimi qanunlarda zəiflik ola bilər bir kriteriyadır. Azərbaycanlılar daha çoxdular orada, o bir kriteriyadır. Bir də hər xaricə gələn vətəndaşlarımızın hamısı o demək deyil ki, vicdanlı şəxslər. Onların içində şəxsiyyətsiz insanlar da var.
onlar çox tez əl ala bilirlər və yaxud da ki, onlar hazır göndərilirlər o yerlərə. Ola bilsin, məsələn, iş yerləri Almaniyada çoxlu bu məsələ var. Ola bilsin, maşın alverlə bağlı gediş-gəliş daha çoxdur. Maşın alıb aparırlar, məndən ayaqaltı kimi görünür, yəni biznesdir bundan bağlı. Hər ehtimal ola bilər. Mənim ehtimallarım bundan ibarətdir. Xüsusi bir ehtimal yoxdur məndə.